375 min yürüyüşlə olan sizə belə bir 4 fara təqdim etmək istəyirəm. Salonu və dəri salondur. Qara tavandır. Klimat kontroldur, sizen qızdanlardır, avtomat sürətlər qutusudur. İl nədir? 2018-dir. Neçə motor? 2.8 motor. 2.8 motor. Avantgard. 13 bində qiyməti deyilir. Lupalı led farası yanır. Arkasında da kankaları var. Kankalar yiyor ben. Sürü pası yok da. Benim arkadaş 2000 yılda maşında 2.8 motor. Udarsız vurursuz maşında. Böyle. 050 595 57 77. 57 77. Qiymətini istəyirsiniz? 13 min. 13 min qiymət deyil avtomobil. Az olsa ona da aşağı olacaq. Dəyərli Avtop kanalı izləyiciləri, sizə növbəti bir avtomobili təqdim edeyim. Mercedes W210 Kuza 4 fara. Sizin qızdıranları var. Avtomat sürətlər qutusudur. Lüku yox, təəssüf, parça salondur. Məlumatlar verəsiniz avtomasa. 2.4 motordur. Kondisioneri var, her şey işləyir. Yüksək səviyyədə. Kondisioner istəyir. Kondisioner də işlə vəziyyətədir. 296 min gelir. Beləncə bu. Ajdan üstü. Bəli, əlbəttə. Qiymətini istəyirsiniz? 11 min yarım. 11 min yarım sahibi qiymətini deyir. Real alıcı olsa aşağıda olacaq. Düzü. Bəli. Bir də qiymətini istəyirsiniz. Yox, əlaqə nömrəsini deyirsiniz. 050 050 368 23 20. 23 20. Söylən avtomobili təqdim eləyək. Keçirləri zəifdir. Yüz avtomobilin. Sürük bası da yoxdur avtomobilin. Neçənci il idi? 98. 98-ci ildir, 2.4 motorlu, Viabraz motordur. Yağ azaltma yoxdur ki motorda. Yox, qəti. Vuruq dar Yox, təmiz maşın. sürük bası da yoxdur da düzü. Heç nə. Dəyərli Avtop kanalı izləyiciləri, sizə növbəti bir avtomobili təqdim eləyək. Mercedes W210 Kuza 4 fara. Avtomat sürətlər qutusudur, lüku yoxdur, parça salondur. Salon vəziyyəti bu cürdür, çexolla üzlənib. 353 mində yürüyüşdür, düzdür? Məlumatlar verəcəm Tomasa. İl nədir? İldir mən 99, model 2000'dir. Sonra 4 tane tekerlersi tekerlerdi üstünde. Problem yoktu maşın. Kondisioner işləyir. Kondisioner işləyir, pek işləyir, her şey işləyir, her şey.
İşləməyən bir şey yoxdur. İşləmən bir şey yoxdur. Neçə motor idi dediniz? 2-2 dizel. 2 dizel motor. Motor. Sərfiyyatı da az olar. CDI. CDI, aha. Yağ azaltma yoxdur ki Heç motorda. nə, heç nə. 5 litr, 6 litr vurursan, 6 litr götürürsən, 5000-dən bir yağ dəyişdirir. Aha. Yağ azaltma yoxdur. Yox. Çöldən də göstər avtomobili. Əla bilməsin deyərsiniz. 510 70 514 61 38. 61 38. 38. Dəyişini tal vuru da olmuyor ki. Yox, yox. Sürü pas yoxdur. Heç nə yox. 4 dənə təşələri var. Bu isə avtomobilin görünüşüdür. Elegans modelidir. Təsirkili böyük avtomobil. Bu isə avtomobilin arxa səsidir. Gəlin burasını göstərim sizə. Dəyərli Avtopkanal izləyicilər, sizə növbəti bir avtomobili təqdim edeyim. 4 fara W210 Kuza. Sizin qızdanlar var, Android monitoru, lüku yox, təəssüf, dəri salondur. Radarlarına kim var? Radarlarına kim var? Məlumatları biraz zəmətləməsə. Park radarı var, İl nədir? kansarı var, 2000. Canım sana ne desin? Her şey var, her şey değişti. Neçə motor? 2-4. 2000 ildir, 2.4 V-brazlı motordur. Sizin qızdanları, Android monitoru, park radarı, Автопilot, sonra multirulu. multiroludur, sonra fara yuanlarıdır. Aha, o da işləyəkdir. Hamısı işte. Kondision işləyir. Bəli, bu kimi. Yürüyüşü necədir avtomobilin? Yürüyüş orada 430 mindir. 430 min. Aha. Yəni heç bir maşın incidir beləmiş adam. Xeyr, qətiyyən. 30 sür avtomobili bilir ki. Yəni trasın bu dəqiqə şahid 4 gözdür. Trasın şahid 4 gözdür. Bəs mostunda zarında problem var. Yəni mostu, karobkadır, eləmə motordur. yoxdur. Xeyr, başırma da at fiçat amana. Yağ azaltma da yox. Xeyr. Çöldən göstərək gələk. Altında 4 dənə təzə təkərləri var. Bu da avtomobilin görünüşüdür. Motor kanısı nasıl bilərik? İki 4. 12-8. 12.800-də qiyməti deyilir. Aşağı eləyəsiniz. Razılaşıram, alanlar reallaşaram. 2.4 V-brazlı motor. Yağ azaltma da yoxdur. Maşını sağlam. Örtə bilərsiniz. Yağı 18'i dəyişmiş. Arxa görüntü kamerası da işləyir də. Bəli, hamısı. Bu da işləyir vəslədir. Nömrə üstündə verilir. Hə? Nömrə bir üstündə verəcəm. Sürü pası yox. Yox. Qətiyyən. Necə avtomobildir dostlar. Dosta qarşı qismətdə. Bəli. Aha. Əla qiyməsin dediniz. 070 265 05 01. Qiymət? Qiymət 12800-ə deyirəm. Yəni alan olsa orada reallaşma olur. Gəlin buradan da göstərəm. Dostlar, zəngi balağı saxlaya bilərsiniz. Maşın nerede qalır? Bakıda yaşayıram. Maşında Bakıda harda siz baxa bilərsiniz. Növbəti bir Mercedes-i göstərim sizə. W211 Kuza, panorama.
Məlumatlar verə bilərsən avtomasa öncədən. Maşın 2004-cü ildir qardaş. 3.2 motordur. Benzindir. Benzin motordur, bəli. 2008-ci modelə yığılıb. 2004-cü il olsa belə 2008-ci il modelə Dəri yığılıb. salondur. Bəli. Çixon üzlənib. Yox, bu Qabaq. Hə, üzünə elə belə çox keçdi, amma altı salamatdır, yəni partiyanın çatlayanı yoxdur, şükür Allah. Yürüyüş necədir? Canlı baxsaq daha yaxşı olar elə. 377.710 Orijinal Bəli, orijinaldır. Kondisioner işləyir. Kondisioner işləyir, Lüku da var, bəli, işləvə işlədir. işləyir. Hər bir şey işləyir Çox avtomobil. sərgərli İşləmir bir şey yox. maşındır, bəli. Mostu uzanır. Hər bir şey tam qaydasındadır, yəni sərgərlidir, baxımızdır. Yəni maşında şükür Allah ki bir problem yoxdur. Təkərlər təzədir, sığorta texniki baxış təzə olunub. Əlaqə nömrəsi 055 Bəli, 367 76 90. Bəli. Qiymətini istəyirsiniz? 16.900 deyirəm. 16900-ə sahibi qiymətini deyir. Çıxaq çöldən də baxaq avtomobilə. Sizdə qiymətləndirə bilərsiniz avtomobili. Altına 4 dənə təp-təzə tikələri qoyulub. Avantgard modelidir. Bunlarda bagaj çox geniş bagajdır. Əsl ailəvi avtomobil. Bəli, bəli. Sürüyü pası da yoxdur. Motoruna da yağ azaltma yoxdur. Azaltması yoxdur. Söküsüz, zırhsız bütün hər şey icra istədir. Salonda sökükdən söz gedə bilməz. Növbəti bir avtomobili təqdim edeyim. Mercedes 4 barə W219A 247 min yürüyüşüdür. Dəri salondur, lükü də var, işləv vəzifədir. Kondisioner işləyir. Kondisioner, lük, klimat kontroldur. Altında 4 dənə təzə tikələri var. İl nədir? 97-ci ildir. Neçə motor? Neçə motor? 3-2 benzin. Yox. Telefon yok üstünde. 98-ci il 3-2 benzin. Qiymət 11 minə qiyməti deyilir. Əlaqə nömrəsi də 511 46 71. Vallahi ilə. Qiymətlər şey olacaq.